xoş gördük sizi. Space televiziyasının daimi tamaşaçıları könüldən sevgilərlə evlərinizdə qonaqdır. Bugün yenə çox gözəl, bol musiqili, sənət dolu verilişlə qarşınızdayıq. Könüldən sevgilərlə deyib yenidən görüşünüzə gəlmişik. Ürəyi nəğmə ilə dolu qonaqlarımız var. Sahib İbrahimov, Nazlı nazlı yarım, hoş avazlı yarım. Nadir Bayramlı, İlk bahar geldi. əməkdar artist Rəhilə Bəndəliyeva, Of demərəm canım, alsana ömrü mənim. Aşıq Namiq Fərhadoğlu, Fərid Quliyev, Yarla savaşmaq olmaz. Çox sağ olun, təşəkkür edirik. Asifi qrupu az heyətlə bugün buradadılar, amma ki növbəti verilişlərdə də geniş heyətlə inşallah gələrsiniz. Və bir daha tamaşaçılarımızı salamlayıram, istəyirəm masadan da salamlayım. Biz artıq başladıq. Verilişimizin Qarabağ Regional Mədəniyyət İdarəsinin Ağdam Rayon Mədəniyyət Mərkəzinin Turacı rəqs ansamblı açdı. Təşəkkür edirik və xatırladım ki, bu gözəl ansamblın bədii rəhbəri Şükür Həsənzadədir. Təşəkkür edirik əməyi keçən hamıya. Qonaqlarımızı təqdim eləmək istəyirəm. Hər birisi tamaşaçılarımız tərəfindən sevilən sənətkarlardır. Amma yenə də ənənəmizə sadiq qalaraq mən istəyirəm ki, sənətkarlarımızı, ifaçılarımızı sizə təqdim edim. Azərbaycan Respublikasının əməkdar artisti, bizim əzizimiz Rəhlə xanım Bəndəliyeva, xoş gəlmisiniz. Və onun yanında bizim yenə əziz insan, illərin sənətkarı Nadir Bayramlı və onun yanında isə Fərid Quliyev. Mənim sol yanımda, hər dəfə mənim sol yanıma düşürsünüz, gələndə artıq neçənci dəfədir sevə-sevə sizi dəvət edirik. Dəyərli sənətkar, dəyərli ifaçımız Sahib İbrahimov, siz də xoş gəlmişsiniz və Aşıq Namiq Fərhadoğlu, xoş gəlmişsiniz siz də. Və Rəhlə xanım, istəyirəm sizdən başlayım. Salamlayasınız tamaşaçılarımızı, xoş gəlmişsiniz, necəsiniz? Hər kəsi salamlayıram, gözəl sənətkarlarımızı, musiqiçilərimizi salamlayıram, kameraman balalarımızı salamlayıram, hamıya Allah can sağlığı versin. Çox şad oldum ki, bugün yenə sizinlə görüşdüm. İnşallah ki, yaxşı olar. Xoş gəlmişsiniz sizdən, Alim mənim. Xoş gördük Könül xanım, sizi salamlayıram, çox dəyərli tamaşaçılarımızı. Biz sizin verilişdə 3-cü
dəfədir ki, iştirak eləyirik və keçən verilişlərdən də mən çox yaxşı təəssüratla ayrılmışdım sizdən. Bugün də hesab edirəm ki, çox maraqlı bir veriliş alınacaq. Çünki qonaqlarımız da öz-özlüyündə çox da maraqlı, çox da belə sənətinin əsl peşəkarı olan sənət adamlarıdır. Dəyərli tamaşaçılar, fikriniz, diqqətiniz, gözünüz ekranlarda olsun və izləyin. İnanın ki, çox maraqlı olar. Bəli, Fərid bəy, siz də xoş gəlmisiniz. Çox sağ olun, hər vaxtınız xeyir olsun. Mən də hər kəs ürəkdən salamlayıram bizi seyr eləyən tamaşaçılarımızı, dəyərli qonaqlarımızı, dəyərli sənətkarlarımızı. Çox xoşdur sizin efirdə olmaqdan. Ümidvaram ki, Nadir müəllim demiş, gözəl bir veriliş, maraqlı bir efir olacaq inşallah. İnşallah. Sahib müəllim, necəsiniz? Çox sağ olun, sevimli Könül xanım. Hər birinizi xoş görmüşük. Bu ortam içində dəyərli sənətkarlarla bir yerdə olmaq çox xoş oldu. Salamlayıram hər birinizi. Mən əminəm ki, bugün yaxşı bir veriliş olacaq. Çünki ortam gözəldir, dəyərli sənətkarlar buradadır və ASV qrupunu, bizim dəyərli musiqiçilərimizi, dostlarımızı salamlayırıq və bizi seyr edəcək çox hörmətli tamaşaçılarımızı salamlayıram. Yəqin ki, bugün gözəl bir gün olacaq inşallah. Dəvətiniz üçün də təşəkkür edirəm. Siz sağ olun, sevə-sevə dəvət edirik. Mən də salamlayıram sizləri, dəyərli qonaqlarımız, Space TV-nin izləyicilərini və dəyərli musiqisi dostlarımız, Asif qardaşımız başda olmaqla musiqiçilərimizi salamlayıram və əzizim Könül xanım, verişin uğurlu olsun. Düz bir ildə yaxındır artıq. Artıq ikinci mövsümə başlamışıq. 2 ilə yaxın, amma inandırım ki, hər dəfə dəvət etmirsən, alınmayıb. Çünki Dərs günlərinə düşürdü. dərs günlərimə Bizim hər düşür, dəfə amma çəkiliş. əsas odur ki, gəldim burada Rəhlə xanımı gördüm, çox şad oldum. Hacını gördüm bizim əzizimizi. Mənim dəyərli el oğlum, böyük sənətkar Sahib Qazaxlını gördüm, Sahib İbrahimovu. Fərid qardaşımız ədəbli, həm gözəl sənətkar, həm gözəl insan. Hamı çox gözəldir. Bu ortam üçün sizə təşəkkür edirəm ki, nə gözəl insanlar var. Ya Allah, başlayaq, yaxşı olur inşallah. Var olun, çox sağ olun. Və hər zaman sevə-sevə dəvət etdiyimiz Asif qrupu bugün buradadır. Asif Natiqoğlu'nun rəhbərliyi ilə. Mən istəyirəm onun dostlarını da təqdim edim sizə. Sazda Ceyhun Kəlbəcərli, ikinci sintezatorda Elməddin Əliyev, tarda Novruz Şairov, nağarada isə Zamin Abdullayev və mən bu məqamda istəyirəm Asif Natiqoğlu'na söz verim. Çox sağ olun Könül xanım, təşəkkür edirəm mən də. Gözəl müğənnilərimizi salamlayıram. Hamısı əzizdir bizim üçün. Bizə dəyər verib yenə çağırmısınız. Bəli. İnşallah xeyir işlərdə görüşək, gözəl günlərdə görüşək. Canımız salamat olsun inşallah. Allah var eləsin sizi. Var olasınız. Elə tək ki sizin də o qədər çox bol məclisləriniz xoş. Biz nə istəyirik? Xoş gün olsun, gələk oxuyaq da. Biz yatanda duranda həmişə Allahdan dua edirik ki, nə olsun, toy olsun, gözəl günlər olsun. Bəli. Həqiqətən xoş niyyətli insanlar. Bu azad, bu qalib, firavan, müzəffər dövlətimizə, ölkəmizə ancaq xoş günlər yaraşır. Amin inşallah. Amin. Və tamaşaçılarımızı intizarda saxlamayın. Musiqiçilərimiz buradaykən ya Allah deyək, canlı musiqimizə başlayaq. Dağlarda məran gəzər, ayalarımda şəzər. Dağlarda məran gəzər, ayalarımda şəzər. Mən yaran eyləmişəm, yar məndən kənaya gəzər.
Dilbərəm, mən səndən ayrıyam, təndə canı neylərəm? Malı mülkü, təxti tacı, xanimanı neylərəm? Ta ki gördüm fəzlə halim, qılmışam dərdə dəva. Mən sənin bimarinəm, dəxi dəvanı neylərəm? Ey müsəlmanlar bilin, yar ilə xoşdur bu cahan. Mən ki yardan ayrı düşdüm, bu cahanı neylərəm? Çox dualar qılmışam mən Xaliqin dərgahına. Çün muradım hasil olmaz, mən duanı neylərəm? Dilbər ayıdır ey nəsimi, səbr eylə qılma fəğan. Mən bugün səbr eyləsəm, dəxi fəğanı neylərəm, neylərəm? Yenə qövr eylədi köhnə yaralar. Yenə qövr eylədi köhnə yaralar. Kövrəlmişəm dərdin alın birində. Yanıqlı söz məlhəmidir yaramın. Ey dərin düşün, dərin axtar, dərində. Kövrəlmişəm dərdin alın birində. Gah odlardan götürmüşük bir-birin, gah da cana gətirmişək bir-birin. Xeyli vaxt itirmişik bir-birin, girəvədir dərdlərimin yerində. Kövrəlmişəm dərdin alın birində. Sücayətəm, tufan batmaz üstümə, göydə günəş külə dönər üstümə. Azı nə var, ahıt gəlsin üstümə, ara bir də yardan şirin-şirində. Kövrəlmişəm dərdin alın birində, birində. Fəqir bəxtəvərəm, laubaliyam məstəyəm. Fəqir bəxtəvərəm, laubaliyam məstəm. Cahan kimindirsə qoy olsun, mən orada sərbəstəyəm. Fəqir sanməyəm, iri məhəbbətəm pirəyəm. Fəqirə, aləmə fəqrimlə bir cahan girəyəm. Bəşərə qüvvi vücudim kəsər isə xar olmayam. Bəşərə qüvvi vücudim kəsər isə xar olmam. Cahan dağılsa da mən onda xakisar olmam. Həqiqət əhliyəm, hər eybidən mübərrayəm. Əgər dağılsa bu dünya, mən ayrı dünyayəm. Nə mənzilət, nə riyasət, nə rütbədən şadəm. Əsirdir ona dünyalar, mən onsuz azadəm. Bütün təbiyyətim, ülviyyətim məhəbbətdir. Mənim mübarizəm ən böyük səadətdir. Gəl anam qurban, gəl anam qurbanım. Səbr elə ey gönül,
Səbirsiz olma Cümleyi kendine yar eden vardır Derden düştüm diye Derden düştüm diye Sabırsız olma Yok iken dünyanın Var eden vardır Hoş muhabbet Güzel olur yarine Cahi batin cahi zahiren Türlü türlü renklere bürünen Türlü türlü renklere bürünen Kendin min bir donda sirreden vardır Sirreden vardır Men aşık gülen de var Ağlayan da gülen de var Bu dünya ey dostlar fani dünya Ey bu dünya fani dünya Gelen de var giden de var Giden de var Merbuhana salam kubrular kaldır Merbuhana salam kubrular kaldır Rahuridir emelaydır belek insandır Tamam kalbi cehan Tamam kalbi cehan Eşin uşu işrette benim Cüruzu ezelden cefayı hicrandır Üzüldü bibreyi alem Kaşındırma hissiye senin ol eline bir Kavgaya buraya aldır Ne yedim ne çare Kulum ilahice devam eleyim Ne yedim ne çare Kulum ilahice devam eleyim Gece yolunda yürekte bir özge tufandır Adım Veli ise ya bela ki tekellüsü sabir Adım Veli ise ya bela ki tekellüsü sabir Feraga sabrele Allahu Kerim Rahman Aman Yoruldum sevgilim yol gözlemekten Yolları gözüme düzebilmeden Yoruldum sevgilim yol gözlemekten Yolları gözüme düzeltilmeyen Yoruldum ağlasam tez gel demekten Ben bu ağrılığa düzebilmeden Yoruldum anlasam tez gel demekten Bu ayrılığa Düzebilmeden
dilberim Harda qalıb gəlmədin gülər üzlü dilberim Qara gözlü dilbərim, şirin sözlü dilbərim Harda qaldı gəlmədi, gülər üzlü dilbərim Bizdən ayaq kəsən gözəl, bizdən ayaq kəsən gözəl Vur gəl nazlana, nazlana, qala nazlana, nazlana Aşiqindən küsən gözəl, aşiqindən küsən gözəl Vur gəl nazlana, nazlana, qala nazlana, nazlana Ay qız nazlana, nazlana, hanım nazlana, nazlana Canım nazlana, nazlana, bana nazlana, nazlana Sen gel nazlana, nazlana, dur gel nazlana, nazlana Hanım nazlana, nazlana, bana nazlana, nazlana Beni yoldan sağlayan, yüreğimi yazılayan Beni yoldan sağlayan, yüreğimi yazılayan Ay Ceylan sevgilim, Mehriban sevgilim Seni bilmedim ya Ay Ceylan sevgilim Mehriban sevgilim Seni bilmedim ya Sirrimi bilmedim ya Sirrimi bilmedim ya Bizim evde bu adettir ezelden Hürmet olar sanatkara sevgilim Bizim yerde bu adettir ezelden Hürmet olan sanatkara sevgilim Ben dönmeden senin kimi güzelden Kaşlar kara Gözler kara, gözler kara sevgilim Ben dönmeden senin kimi güzelden Gözler kara, gözler kara sevgilim Kulaç kulaç her üçlerin aldı İncimerem sağ boynuma dolandı Kulaç kulaç her üçlerin aldı İncimeren sağ boynuma dolandı Biz gidelim koca dünya yalandı Rahim kurban nazlı yara sevgilim Biz gidelim koca dünya yalandı Rahim kurban nazlı yara sevgilim Çox sağ olun, təşəkkür edirəm hər birinizə. Və bu ifanın içində Aşıq Namiq orada gözəl bir şeir dedi. Kimin şeiri idi o Namiq mənim? Gözəl gününüz olsun. Desə Sücayət eşitdim. Sücayət Kəlbəcərin şeiri təbii ki bizim gözəl sənətkarlarımızın o həqiqətən sənət budur, sənətkarlıq budur. Birdən efirlərə gedirəm, elə insanlarla qonaq oluram ki, birdən utanıram. Həm sənəti bilən kimi bir balaca da indi az çox indi biraz çıxmaz. Baxıram görürəm ki, bu nədir? Bununla mən bu səhnədə nə danışım? Bu oxumaq nədir? Nə də o saxtalığı bacara bilmirəm. Siz də tez istənən adam. Yox, mimikamlarına birdən baxırlar. Hətta bəzi halda çəkirlər, deyirlər ki, baxışlarla demək istəyirlər. Belə gözəl sənətkarlarımızla mən məsələn o şeir necə deməyim? Kəlbəcəri Sücayət Rəhmətin şeiridir. Birində, yəni gözəl bir şeirdir. Birində deyin. Hə, ona görə dedim belə. Birində, bəlkə birində deyəsiniz. Deyək.
Və o ifanın ardıca da mən istəyəcəm ki, sizin özünüzdən gözəl bir ifa alaq sazda. Kəndin hər nemətdən yenə var payı. Qayanın kəkotu dağın qar payı. Uzanıb yatdığım çəman çarpayı. Nə yaxşı görüşdük, nə yaxşı yenə. Bu da yəhərləyib mindiyim boz daş. Uşaq vaxtı daşı at. Bu da yəhərləyib mindiyim boz daş. Kövrəlmə ürəyim, kövrəlmə tablaş. Ata yadigarım ay köhnə damdaş. Nə yaxşı görüşdük, nə yaxşı yenə. Əzəldən vurğundu yamaca ənvər. Meyl edir yarpıza, umaca ənvər. Ay quzu otaram balaca ənvər. Nə yaxşı görüşdük, nə yaxşı yenə. Əmər Zəllar rəhmət eləsin. Gəl bölək hər şeyi öz aramızda. Bölmək mənə düşsün, böldürmək sənə. Ataq bu dünyanın dərdi qəmini, gülmək mənə düşsün, güldürmək sənə. Gəl dinlə səsimi xoşavaz kimi, gül açsın eşqimiz bahar yaz kimi. Nə zaman istəsən bax belə telli saz kimi, ötmək mənə düşsün, ötdürmək sənə. Sən Rəşid Poladoğlu'ndan kövrək qəlb istə, gözü yolda qalıb qulağı səsdə. Nə zaman istəsən ağ sinəm üstə, ölmək mənə düşsün, öldürmək sənə. Ölmək mənə düşsün, öldürmək sənə.
Görürsüz, mən oxumadım burada. Niyə oxumadım? Çünki burada Qəşəng 5 şeir dedi gözəl, zaman, 5 şeir dedi gözəl zaman. sənətkarımız var. Onların yanında mənim oxumam gülünc olar. Yox, deyirəm haqqıdır. Amma elə yerlər var ki, orada özüm oxuyuram ki, görürəm ki, onlar məndən zəif oxuyur. Burada mən nəyi satdım? Burada mən saz ifamı satdım və şeiriyyatı satdım ki, bu sənətkarların yanında şeir deyərəm, yaxşı anlar. Burada oxusam gülünc olar. Gərək mən bir də məni sevənlər o düzgün danışmama görə sevirlər. Çalışdım qədər, gərək düzgün olmalısan. Ürək təmizdir. Hər nə olsa da ürək Rəhmətli təmizdir. Sabir həmişə deyirdi ki, biz Sabir Əliyev, Allah rəhmət etsin, xalq artsın. Dedi bu Namiqin bu gördüyü işlərdən danışın da, bu qədər ki. Onun aşı Zülfiyə xanım da deyir. Zeynəb xanlar var, deyir o boyda sənətkar. İşlərdən danışın. Nədir bir dənə bir şey olan kimi Namiq deyirsin. Hə, görürsün, yaxşı heç Namiqin atası Allah rəhmət eləsin Fərhad qardaşa doğrudan dünyasını tezdir. Dedi ki, qızım, bu Namiq bəlkə bu boyda qızılı bu uşaqlar üçün xəstədir. düz deyir. Bax, pulun qoydu ki, bu uşaqlar tanıtsın. Bir ovuc qızılı dedi, götürdü. Bunu heç kim eləməz. Eyni televiziyada biz çalışmışıq. Həqiqətən heç kim eləməz. Mən oradan Allah bilirəm ona ki, verdiklərinin hamısını əvəzin yetsin. Birinci ona mən xoşbəxtlik arzulayıram. Bir o günü görüm ki, onun yaxşı gözəl bir ailəsi var. Toyuna gələr. Aşıq, niyə gəlmir o gözəl, o müqəddəs günə niyə və haçan gəlirik? Sən ad günlərimdə çox oynamısan. Az gün toyunda oynayım da deyirəm. Toyunda oxuyum. Allah qismət eləsin inşallah bütün cəmi subayları. Allah Aşıq Namiqi ürəyinə görə versin. Amin, amin. Hər birimizin. Mən Aşıq Namiqi illərdir tanıyıram. Kim nə desə də. Biz demək olar ki, sənətə ilə bir başlamışıq. Nə qədər də qarayaxma olsa da, nə qədər də istəsələr ki, təbii ki, gördülər ki, Aşıq Namiq pillə qalxır. Onu həm dostları dəstəkləyir, həm sənətdə olan sənət dostları. Ona görə bu bir çox insanlarda qıcıq yaratdı. Mən bilirəm ki, onun ürəyi təmizdir. Nə var dilindədir. Bəli. Acılasa da adamı, nəsə söz desə də. Özü boyda ürəyi var. Özündən böyükdür onun ürəyi. Vallahi. Həşək deyir nərdivana, nə durumsan nərdivana. Zər gəldiniz, zər gəl bilər, nə bilər hərdivana. Yaxşı insana dəyər verən insanlar sağ olsun. Yəni bir də bir söz var da, qanan qanmaza borcludur. Ümumiyyətlə çılğın insanları həmişə sevmək lazımdır. Onların nə var dillərindədir. Onların iç dünyası çox təmiz olur. Elə Namiq qardaşımın timsalında mən özüm də çılğın adamam. Deyirəm, amma içim gümüş kimidir. Yəni təzə doğulmuş uşaq kimiyəm mən. Ona görə heç bəzən içimdəki o 3 yaşında uşaq məni bəzən qoymur. Sahib müəllim, istəyirəm sizlə davam edim, söhbət edək. Elə söhbət məndədir da. Nə var, nə yox Sahib müəllim? Olanlarımıza sevimli Könül xanım şükür etməyi bacarsaq, biz Allahın izni ilə inşallah ki, huzur tapa bilirik. Olanlarımıza şükür etməyi bacarsaq, yəni hər şey Allahın iznindən yaxşı olur, yaxşı olacaq da. Bizim görkəmli xanəndəmiz Razi müəllim Şükurovu salamlayıram. Bizim zəmanəmizin çox görkəmli, monumental, sözün əsl mənasında elə Razi müəllim sağ ikən tarixləşib, heykəlləşən bir bizim xanəndəmizdir. Elə sizə dedim ki, fikir verirsiniz Könül xanım, Fərid tək mahnıları, bəstəkar əsərləri, yox, muğamı da nə gözəl oxuyur. Özü xatakar özü də hansı qəzəl oxuyur? Fəqir, bəxtəvərəm, la übalıyam, məstəm. O qəzəli mən, bunu da deyim ki, elə Razi müəllimdən öyrənmişəm, sağ olsun Razi müəllim. Bu oxuduğum məni bu halə salan xubu bir olaraqandır. Fəridin babası bizim görkəmli xanəndəmiz, zamanlı görkəmli xanəndəsi Sahib Şükurovun nəvəsidir, qız nəvəsidir. Sahib müəllim siz görmüş olardınız dəstəyən zamanlarda. Onu da deyim ki, Sahib Şükurovun bizim çox görkəmli xanəndəmiz, Sahib Şükurovun mən adını daşıyıram. Allah rəhmət eləsin mənim atama da, Sahib müəllimə də, biz sahibəm, mən sahibəm deyə müraciət etmişəm böyük ustadımıza. Fəridin pis oxumağa haqqı yoxdur. Çünki biz xanəndələr, ifaçılar onun babasından, dayısından örgənmişik. Mən öz adımdan danışıram. Mən Razi müəllimdən çox böyük sənət əğz etmişəm. Baxmayaraq ki, mənim ustadlarım, böyük sənətkarlar, Hacı Baba Hüseynov, Canan Əkbərov mənim ustad, Allah hamısının məkanı cənnət eləsin. Amma mən Razi müəllimdən çox şeylər öyrənmişəm. Oturuş-duruş öyrənmişəm, yeri gələndə ədəb ərkən öyrənmişəm, qəzəl öyrənmişəm, oxumağa. Bu oxuduğum o tərzdə, muğamda oxuduğum o tərzdə Fəridin babası Sahib Şükurovun, Razi Şükurovun ləmsidir. O ləmslə mən oxudum o dilkəşi şuru. O ləms həmin yoldur, Sahib Şükurovun qoyduğu yoldur.
Fəridə uğurlar arzu edirəm. Fərid çox istedadlı bizim gəncimizdir. Çox ədəb ərkanlı, tərbiyəli, əxlaqlı bir evladımız, gəncimizdir. Bu məqamda mikrofonu yerə qoymayaq. Çünki biz Sahib İbrahimov yolu ilə gözəl bir ifa dinləmək istəyirik. Böyük məmnuniyyətlə. Hansı ifa olacaq? Yeni bir papuru yazmışam. Qız adlarına Mədinə, Zəkiyyə və Saadət mahnısı. Bunun üçün də mən çox hörmətli müğənnilərimiz Xan Hüseyn müəllimə təşəkkür edirəm. Bir də Natiq Mustafayevə təşəkkür edirəm. Yusuf Mustafayevin kiçik qardaşı Zəkiyyə mahnısına görə. Amma oxuduğum Mədinə mahnısı ilə Saadət mahnısını çox sevimli sənətkarımız Xan Hüseyn müəllim ifa edib. Zəkiyyə mahnısında Natiq müəllim. Bəs bu adların sizin həyatınızda nəsə bir önəmi varmı? Heç bir önəmi yoxdur, sadəcə olaraq o retro musiqi olduğuna görə. Bizim söhbətlərimiz davam edəcək, amma Sahib müəllimin gözəl ifasından sonra. Böyük məmnuniyyətlə. Qara gözlü Mədinəm, şirin sözlü Mədinəm, o xoş camalı qoymur, nə danışıb nə dinəm. Nazlı nazlı yarım, xoş avazlı yarım, bircə gülüşündən oldum dəli yarım, bircə gülüşündən oldum dəli yarım. Eşq əsiriyəm, gözümdən getməm, sevən qəlbimi pərişan etməm. Səni sevdiğim olur günahım, sensiz açılar mı hep sabahım? Her nazını çekerim, her cafana dözərəm, peki sen de sevirəm, benim gözəl Mədinəm. Her nazını çekerim, her cafana dözərəm, peki sen de sevirəm, benim gözəl Mədinəm. Nazlı nazlı yarım, hoş avazlı yarım, nazlı nazlı yarım, hoş avazlı yarım, bircə gülüşündən oldum dəli yarım, bircə gülüşündən oldum dəli yarım. Qoşaq xallarını o yar yana düzər, bu gözəlliyiyle aşıqının canı üzər. Qara saçlarını çiçəklərlə bəzər, yandırıb yaxar aşıqlərinə salsa nəzər. Qoşaq xallarını o yar yana düzər, bu gözəlliyiyle aşıqının canı üzər. Qara saçlarını çiçəklərlə bəzər, yandırıb yaxar aşıqlərinə salsa nəzər. Zəkiyəm, gözəl sən əzizim, yox sənə tay bu dünyada. Zəkiyəm, tək sən əzizim, yeni dünyam bu dünyada. Zəkiyəm, gözəl sən əzizim, yox sənə tay bu dünyada. Zəkiyəm, tək sən əzizim, yeni dünyam bu dünyada. Gözüm o qara gözlərine, aldandım inan o şirin sözlərine. Çoxdandı bilirdim gözlərin canlar alır, özüm qatdım haram gecəmə gündüzümə. Hardasan səadət, üzür məni həsrət, ürəyim dolu məhəbbət, məhəbbət, məhəbbət. Ya nəsib ya qismət. Məhəbbət, məhəbbət, ya nəsib ya qismət.
edirik. Gözəl ifa idi. Mən sevimli Könül xanım, Aha, aranjmanı bizim Silvan çox Bey. sevimli sənətkarımız Teymur Şahmarov edib, miksi də o edib. Mən bir daha ekran vasitəsilə həm Teymur bəyə, həm Natiq müəllimə, bir də Xan Hüseyn müəllimə çox minnətdarlıq edirəm bu mahnıyı. Mən izin aldım, zəng elədim Rəhlə xanım. İzin aldım, onlar da böyüklük elədilər, çox sağ olsunlar, təşəkkür edirəm. Və bayaq Namiq müəllimin də sözünə qüvvət. Təbii ki, indi Fərid bəy də danışacaq. Çünki bayaq sizin ifaya görə sözü balla kəsin, belə deyirlər bizdə. Deyirsiniz ki, Sahib müəllim qeyd eləyir, gözəl sözlər deyir, gözəl ifadələr işlədir. Bilirsiniz niyə? İnsanın ürəyindən savayı sənəti gözəldir. Arxayın da öz sənətindən. Sənəti pis olan adam başlayır onun bunun. Bəzi hallarda sənət olanlar var, yox. Bəzi mən bilmirəm də nə deyirəmsə. Bəzi hallarda var. Bəzi sənəti var, amma Allah ona sənətkarlıq verir. Bu bəziləri var da, sənətkar, amma insanlıq verməyib də. İnsan ola bilər, insanın içinin işığı olan insan başqasının işığından narahat deyil. Sahib Qazaxlı kimi, Sahib İbrahimov kimi sənətkarlarımız, yəni necə deyim, sənətkarlarımız var, çoxdur. Yəni mən nə sayıram ki, onlar yəni gözəl sənətkarlarımız olur. Amma Sahib Qazaxlı kimi, Sahib İbrahimov kimi həm insan, həm də sənətkar. Bu insanlar çox azdır. Yəni tərif Allaha layiq da. Biz yəni bir dənə tərifə layiq olan bir şəxs var, hazır da deyər Allahdır. Biz yəni ancaq Allahı biz tərif etməliyik, amma yaxşı sənətkarda, yaxşı insanlarda hökmən deməliyik. Bunu demək bizim borcumuzdur insan olaraq. Demiriksə nə yazıqlar bizə, deyiriksə nə xoş bizə. Bəli. Fərid bəy, bayaq söz deyirdiniz, zəhmət olmasa davam edək. Mən bir daha, yəni çox necə deyirlər, xoşalam ki, bu gün bax bu dəyərli Namiq qardaşım demiş, bu gözəl insanlarla, gözəl sənətkarlarla bir efirdəyəm. Dəfələrlə Sahib müəllimlə biz bir efirdə olmuşuq. Hər səfər də mənim adımı əlbəttə ki, babamı, onu da deyim ki, Fərid mənə Sahib dayı deyə müraciət edir. Sahib dayı desən daha təbii olar, Fərid. Sən mənə həmişə dayı deyə müraciət edirsən. Sahib dayı desən daha yaxşı. Çünki dayımla... Cavansız axı, adam dayı deməyə Mənim gəlmir. Fəriddən böyük qardaşım, bacım uşaqları var. Mən evin son 5 görə mən dayımın yanında görmüşəm Sahib müəllimi. Ona görə elə ilk soruşanda demişəm, deyib ki, dayı deyə müraciət elə. Əlbəttə ki, elə çox yaş fərqimiz yoxdur. Hər zaman Sahib müəllim, belə deyək, efirdə mənim haqqımda, yəni dayım haqqında, babam haqqında fikirlər söyləyir. Mən efirdə, həmin efirdə mən olmadığım efirlərdə də hətta bunları deyir. Mən də gözləyirəm növbəmi ki, mənə indi söz çatacaq. Mən nə söz, nə cümlə deyəcəm ki, yəni o fikirlərə, o sözlərə layiq olsun. Yəni ora gəlsin, çıxsın. Mən çox təşəkkür edirəm Sahib müəllim. Hər zaman mənim yanımdasınız, necə deyərlər. Hər zaman köməyinizdə yeri gələndə əsirgəməmisiniz məndən dəfələrlə dəstək olmusunuz. Bunu da mən deməyə özümə borc bilirəm. Namiq qardaşımı da hər zaman məclislərdə görmüşəm. Bu günlərim çox xoş təsir bağışladı. Dəyərli qardaşımız sənə də bəlkə insanın varsa, o da sizdə yüksək səviyyədə hər bir insan bir yerə gedəndə oradan hansısa bir nadir mənim təəssüratlarla ayrılır da. Doğrudan da çox xoş təəssüratlarla buradan ayrılacağam mən də bu günləri. Məkan da çox gözəl məkandır bu arada. Çox gözəl bir məkandır. Fərid bəy, mən Bəyaz Gəlin mahnısı ilə tanımışam. Dəfələrlə olurdu ki, mən sonradan, məsələn, Fəridi tanıyıram bir neçə ildir. Rayonda, orada, burada tort kəsəndə ilə o mahnı çox eşitmişdim. Bir də bir yerdə gördüm ki, mahnı Fərid ifa eləyir. Sən imiş dedim Fərid. O mahnı da bir tarixi mahnı. Çox gözəl mahnıdır. Bugün bizim verilişimizə hansı mahnı ilə gəlmisiniz? Bugün sizin efirə şən bir papuri ilə gəlmişəm, yeni bir papuridir. İstədim ki, o mahnını təqdim edeyim sizin efirdə, daha da belə maraqlı olsun. Dağdan aşmaq olmaz, narıncı başmaq olmaz. Dağdan aşmaq olmaz, narıncı başmaq olmaz. Bir quru sözdən ötrü yarla savaşmaq olmaz. Bir quru sözdən ötrü ay yarım yarla savaşmaq olmaz. Olmaz, 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 olmaz ya. Olmaz, 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 bir bu qədər naz olmaz.
Dolamışam hər yanı, ayırdımun ceyranı, səndən qəşəngi yoxdur. Ayırdımun ceyranı, səndən qəşəngi yoxdur. Səndən qəşəngi yoxdur, yoxdur. Səndən qəşəngi yoxdur, yoxdur. Səndən qəşəngi yoxdur, yoxdur. Səndən qəşəngi, qəşəngi yoxdur. Məndən ayrı dolanma, boynum vurub dayanma. Məndən ayrı dolanma, boynum vurub dayanma. Desələr var, inanma, inanma. Səndən qəşəngi yoxdur, yoxdur. Səndən qəşəngi yoxdur, yoxdur. Səndən qəşəngi yoxdur, yoxdur. Səndən qəşəngi, qəşəngi yoxdur. Sevgili yar bu gözlerin gülüme gülüm, alıp canımı neyleyim gülüme gülüm. Aşıkım sana dilberim gülüme gülüm, Mecnun olum sende Leyli gülüme gülüm. Aşıkım sana dilberim gülüme gülüm, Mecnun olum sende Leyli gülüme gülüm. Gülüm gül gülüm gül gülüme gülüm, yarım gül canım gül gülüme gülüm. Gülüm gül gülüm gül gülüme gülüm, yarım gül canım gül gülüme gülüm. Qapıda duram mənəm mən, boynumu vuram mənəm mən, oduna yanam mənəm mən, qadanı alam mənəm mən. Qapıda duram mənəm mən, boynumu vuram mənəm mən, oduna yanam mənəm mən, qadanı alam mənəm mən. Qapını aç gəlim xanım, ay sənə qurban canım, mənim nazlı ceyranım, ay sənə qurban canım. Qapını aç gəlim xanım, ay sənə qurban canım, mənim nazlı cananım, ay sənə qurban canım. Səni görüb gözlərinə vuruldum, vuruldum. Axıb su tək dəryalarda duruldum, duruldum. Dilim tutub söz demədim, yoruldum, vay vay. Yer yeri gələrəm dalınca, əsmərim ol gələrəm yolunca. Ay qız yeri gələrəm yanınca, əsmərim ol gələrəm yanınca. Yeri yeri gələrəm dalınca, əsmərim ol gələrəm yanınca. Yeri yeri gələrəm dalınca, əsmərim ol gələrəm yanınca. Mikrofonu verək Rəhlə xanıma, zəhmət olmasa. Buyur. Necəsiz Rəhlə xanım? Çox sağ olun. Maşallah, var bu olasınız. çox belə başqa cür gözəlsiz, niyə? Yəqin saçımın rəngi biraz dəyişib. Bilmirəm, nəsə bugün sizdə ya yaxşı belə doyunca yatmısınız, ya gözəl bir xəbər almısınız. Ya da bilmirəm. Ortam Çox düz deyil. gözəlsiz. Nadir Ya bu müəllim, ortama düz gələndə deyil. gözəl gəlmişdi. Yo, bu nəsə Elə başqa ortam səbəb var. gözəldir. Rəhlə xanım özəl nurlu xanımdır. Pis nəfərdir. Nə qədər ürəyin açıq keçsən də, gedirsən görsən ki, orada elə insanlar var, ürəyində də ay Allah qıçımsın orada bura Allah gəlməsin. eləməsin. Yəni onu düz deyir ki, ortamı gördüm. Doğrudan mən o balamı çox istəyirəm. Elə mən Namikə də balam deyirəm həqiqətən. Həmişə onun xoş günlərini arzulamışam. Özü də yaxşı bilir. Allah atasına rəhmət eləsin. Amin Allah. Qardaş demişəm Fərhad müəllimə, o da mənim balamdır. Sahibi də ki, özü bilir ki, mən çox istəyirəm. Nadir də mənim həm həcci qardaşımdır. Həm də çox istədiyimiz mahnıların sevə-sevə toylarda oxumuşuq. Bəli. Evlərində Yəni, dəfələrlə qonaq olmuşum. Gözəl Allah süfrə açıb. can maşallah, sağlığı versin. Ay ailəsi, maşallah. Balaları nə gözəl. Çox sağ olun, Allah razı olsun. Bayaq sahib qardaşım danışdı, o itirməməkdən zəhməti doğrudan da gərək. Mənə hərdən deyirlər ki, sən etibarlı qızsan, Ceyran xanımı unutmursan, belədir. Ceyran xanımı buradan salamlayıram. Allah can Sahibi də elə bəlkə balası qədər istəyir, çox istəyir sahibi. Həmişə deyir, mən onu görəndə mənə salamlarımı yetir. Yəni o səhnəyə gəlməyim, o saç düzümüm, mən onda nə idi? Mən dırnamalaq da çəkmirdim o vaxtlar. Hamısını Ceyran xanımla gözümün, hər şeyi Ceyran xanımla. Mən bunu unutsam,
Mən bu gün çörək taparam. Heç vaxt mən Allahımdan qorxuram. İnsanın bu boyda zəhmətin heç vaxt itirməyəsən. Atam elə bir insan olub ki, mən onun qızıyam da, mən özümdən bacarmıram. Bax, bir ay keçsə, ay aman getməmişəm. Nə inirəmsə yenə bax. İnan bu yaxında getmişdim. Elə belə üstümdə sağ ol. Elə bir gündəydim ki, heç ayaq ata bilmirdim. Dedim, yox, mütləq getməliyəm, bunu ona çatdırmalıyam. Yəni belə ona görə də o zəhməti itirməyəsən gərək. Zəhmətə dəyər verəsən. İndi Allah can sağlığı versin. Çağırmısınız bizi burada. Sevə-sevə çoxdan da dəvət etmişik. görmədiyim sənətçi yoldaşlarımla heç birini görməmişəm çoxdan. Şad oldum. Ürəyim açıldı. Biraz da ürəyin açıqlığı üzə vurur. Maşallah, içiniz gözəl. Yəni Rəhlə xanım etiraf elədi ki, bugün gözəldir. Hər zaman gözəl olasınız. Mən bir yaxdan da qulaq asıram, dinləyirəm. Sizin hər birinizin sözündə, hər cümləsində yəni bir şeylər görürəm. Çünki qəlblər çox şey deyir. O da dillə ifadə edir, yəni. Çoxun deyə bilmirəm. İşte ürəyində nə varsa onu dilinə gətirsən və söyləyirsən. Bu ona görə də qəlbi hər zaman diri tutmaq, saf tutmaq lazımdır. Həqiqətən belədir. Dünyada nə ilə rastlaşdıq, nəyi gördük? Bunlar bizim üçün ibrətdir, yəni həm də imtahandır. Bu o deməkdir ki, Könül xanım. Bəli. Yəni sən hər şeylə qarşılaşa bilərsən. Sadəcə olaraq mən bayaq muğam oxuyanda da dedim. Səbr elə könül. Səbr ey könül, səbirsіз olma. Cümləyi könlünə yaridan vardır. Dərdə düşdüm deyə səbirsiz olma. Yox ikən bu dünyanı var edən vardı. Yəni ki, sənin bir Rəbbin var. O sənə yetər yəni ki. Allah həmd olsun, şükürlər olsun. Bu bir Allah dostunun sözləridir. Sözün düzü mən sosial şəbəkədə axşam qarşıma çıxıb bunu dedim mütləq gərək könlüm proqramında mən bunu oxuyum. 4 bənddən ibarət, hələ 2 bəndini ancaq oxuya bildim. Yəni bax Fərid balamızla bununla səsini hər zaman eşitmişəm. Onun səsini eşidəndə mən artıq bilirəm, onun qəlbini oxuya bilirəm ki, o hansı xüsusiyyətə malik, hansı tərbiyə malik ola bilər. Səsinə qüvvət inşallah ki, ürəyinə hər zaman belə seviləsən, repertuarın gözəl olsun, seçimin gözəl olsun, səsin var, ifan da var, hər şey var. Ona görə də sənə uğurlar arzulayıram. Bağışlayın, çox danışdım. Elə siz danışmışkən mən istəyirəm siz mikrofonu yerə qoymayasınız, sizdən ifa dinləyək. Sevə sevə gəzdin bu elləri, telə telə düzdüm mən günləri. Baxa baxa yollara axtarıram səni mən. Baxa baxa yollara
sözüne sadık kalan yar Gereydi güzel de ilgar eytübar Hicran buludundan saça yağdı qar Həsrət üzür məni Qayıt gəl gülüm Qayıt gəl ömrümə Qayıt gəl gülüm Bu yalan dünyada haqqım geçeyim Qismətə nə deyim Bəxtə nə deyim Nə deyim Ömrün payızında açan çiçeğim Həsrət üzür məni Qayıt gəl gülüm Qayıt gəl ömrümə Qayıt gəl İlk bahar geldi Durnalar geldi Birce sen gelip çıkmadın Arda kalmışsan İlk bahar geldi ya Durnalar geldi Birce sen gelip çıkmadın Arda kalmışsan Ey birce sen gelip çıkmadın Arda kalmışsan Arda kalmışsan Ay gülüm Arda Rəhlə xanım, bayaq əlimdən tutdunuz, mən də təbii ki, sevə-sevə əlinizdən tutdum. Əliniz soyuqdur. Deyir, əli soyuq olanın ürəyi isti olur, düzdür? Nə belə oluram mən. Həmişə belə olur sizdə. Soyuq oluram. O zaman sizin o soyuq əllərinizlə tutduğunuz mikrofondan isti ürəyinizdə gələn nəğməni dinləyək. Dinləyək, Sara Hansı- xanımın sevdiyi bir mahnıdır. Aha. Yeni oxumuşdum. Aha. Demək, Yaqut Almazın musiqisi, sözlərdə Ramiz Məmmədovun Borçalıdan elə oxudum. Buyurun.
həftə bizim masamızı dadlı təamlı şirniyyatlarla bəzədiyinə görə Muffin Pastry şirkətinə təşəkkürümüzü bildiririk. Təbii inqridiyentlərdən hər zaman istifadə edən Muffin Pastry şirkəti öz ailəsini genişləndirməyə davam edir. Öz filialları ilə təbii ki. Və dəyərli tamaşaçılarımız, siz də öz masanızı, öz şad günlərinizi, gözəl günlərinizi belə dadlı təamlı şirniyyatlarla bəzəmək istəyirsinizsə, Muffin Pastry şirkətinə buyurub müraciət edə bilərsiniz. Ekranlarda görürsünüz əlaqə nömrəsinin və ünvanın. Şəhərimizin bir çox nöqtələrində yerləşən Muffin Pastry şirkətinə buyurub siz də müraciət edə bilərsiniz. Və bizim çəkilişimizə göstərdiyi şəraitə görə bu gözəl məkana, muzey kimi restoran olan Horses Breeze restoranına təşəkkürümüzü bildiririk. Əziz tamaşaçılarımız, ailənizlə rahat bir şəkildə gəlib istirahət edə biləcəyiniz bir məkan sizə deyirəm. Horses Breeze restoranı ekranlarda həm nömrələrin, həm ünvanını görürsünüz. Çox asan, əlverişli yerdə yerləşir, Bakı şəhərində yerləşir. Və əzizlərim, siz də özəl günlərinizi, gözəl günlərinizi, ad günlərinizi, şad günlərinizi gözəl şəkildə qeyd etmək istəyirsinizsə, buyurub Horses Breeze restoranına müraciət edə bilərsiniz. Və nəzərinizə çatdırım ki, burada ailəvi kabinetlər, həm açıq zal və hər axşam canlı musiqi sizin xidmətinizdədir. Dadlı təamlı təamları nuş edərək bu gözəl gözəlliyi siz də seyr edə bilərsiniz. Təşəkkürlər Horses Breeze. Əziz tamaşaçılarımız, könüldən sevgilərlə dedik bu gözəl gündə, bu gözəl istirahət günündə. Ümid edirik ki, siz də bizim kimi feyziyab oldunuz bu gözəl musiqilərdən. Sağ olun, salamat qalın deyirəm. Allaha əmanət olun. Biz gedirik ki, yenidən gələk. Sonda isə gözəl bir musiqi çələngi tamaşaçılarımızın ixtiyarında deyirik. Sağ olun, salamat qalın. Kuşlar uçar, hardan hara geceler, ben hazır aparıram yatanlara geceler, geceler, geceler yatanlara geceler. Ay kuş tek uçar, aparıram yatanlara geceler, geceler, geceler yatanlara geceler. Tellerini dolayır, boynuma sar geceler, boynuma sar geceler. Benim seyirdaşımsınız geceler, ah geceler. Hasret var, intizar hallarında gece huzur olar, geceler, geceler, gece huzur olar. Kuş
Dağdan gizlin kəndə qaçıb anamı, qorxuya saldığım günlər olaydı. 5 il yox, 10 il yox, 5-10 dəqiqəlik müqəssir olduğum günlər olaydı. Kireyli güzarlı söz yaza-yaza, küsəydim, çəkəydim özümü naza, tastaya sim qoşub o yazıq qıza kərəmi saldığım günlər olaydı. Gözüm qalıb o sevdanın dalınca, kaş yadımda qalmayaydı qalınca, şanlı məktub yazıb cavab alınca, nigaran qaldığım günlər olaydı. WhatsApp yox idi, aynen gözlərdim ki, məktubun cavabı gəlsin. Şanlı məktub yazıb cavab alınca, nigaran qaldığım günlər olaydı. Sucaya təmqəm ağartdı başımı, fələk zindanlara atıb daşımı, ay hacı, təzə yola salıb 14 yaşımı, 15'e dolduğum günlər olaydı. 15'e dolduğum günlər olaydı. Hər aşıqın məhəbbəti bir məhli qayədir. Eşq aləmində mehri vəfa paya-payadır. Bülbül əgər ki öz gülünün mübtəlasıdır, amma mənim məhəbbətim ol bir vəfayadır, ol bir vəfayadır. Könül çox dayaldı amma bu qara gözlərə, ahı baxışlı olsa da ya meyli xətayadır. Vahid cahana bağlama bel yoxdur axırı, vahid cahana bağlama bel yoxdur axırı. Güya bir evdəsən neşə günlük kirayədir. Sədayı musiqi xoşdur mənimlə yar olan yerdə, xüsusən zövq alar arif insanlar muğamat var olan yerdə. Yaranmışdır muğamatım əcəbdir şux qəzəllərdən. Qəzəllər, ey qəzəllər ixtilat eylər qara gözlü gözəllərdən. Gözəller imtina etmez, gözəller imtina etmez bu sevdaya dözenlerden. Həmişə şad olur diller, kaman çatar olan yerde. Xüsusən zövq alar arif insanlar, muğamat var olan yerde. Gəl anam qurbana. Gel beni ayırma vətəndən eldən, gel beni ayırma vətəndən eldən, qoy hələ yaşayım, yatma ürəyim. Doymayıb gözlərim çiçəkdən, güldən, qoy hələ yaşayım, yatma ürəyim. Heç kəsin ömrünü almasın duman, həyatdan ayrılmaq yamandır
Arzularım çoxdur, ver mənə aman. Qoy hələ yaşayım, yatma ürəyim. Hər deyilən sözlər qalır yadigar. Sinəmdə sönməyən odlu közüm var. Hələ deyilməmiş neçə nəğməm sözüm var. Qoy hələ yaşayım, yatma ürəyim. Dinimin, əslimi necə danım mən. Dinimin, əslimi necə danım mən. Canım, ciyərimdir Azərbaycanım. Vətən həsrəti ilə Vətən həsrəti ilə qaynayır canım. Qoy hələ yaşayım, yatma ürəyim, yatma ürəyim. Heç özüm də dərk etmirəm bu dünyada mən kiməm. Heç özüm də dərk etmirəm bu dünyada mən kiməm. Necə deyim ömrü bağa verməyəcəm mən kiməm. Hökümdarlar yerə dəydi qəzəbindən fələyin. Sərkərdələr diz çöktülər bu dünyada mən kiməm. Fironun yay oxundan yer kürrəsi titrədi. Bir Allahı nişan aldı, oxun səsi titrədi. İskəndərin buynuzundan yer kürrəsi titrədi. Onlar yandı, külə döndü bu iqvada mən kiməm. İnanmışam var eyləyən ahını tordan xilas. İsmaili kəsilməkdən, Xəlili nardan xilas. Kərəmindən zərlə məni eylər odlardan xilas. Bəhmənəm bel bağlamışam o ustada mən kiməm. Bəhmənəm bel bağlamışam o ustada mən kiməm. Yüreğimden perişmiş bir kuş musun? Yüreğimden perişmiş bir kuş musun? Her an seni soraklara mehabbet, her an seni soraklara mehabbet. Hansı dönük, hansı dönük vefasızdan kaçmısan. Her an seni izleyerem mehabbet, izleyerem mehabbet. Demirəm ki, kibrikdən sən qaşlasan. Demirəm ki, kibrikdən sən qaşlasan.
başlasan, temizlikte yönüyle başlasan, hansı telde, hansı ipek saçlasan, o telleri daradılara mehabbet. Nece deyim icran beni dağlamaz, nece deyim icran beni dağlamaz. Dert sinende bu kalbimde çağlamaz. Nece deyim kişi axı ağlamaz. Senden ötürü ben anladım mehabbet, senden ötürü ben ağladım mehabbet. Sevgilim eşk olmasa varlık bütün efsanedir. Sevgilim eşk olmasa varlık bütün efsanedir. Eşkiden mahrum olan insanlığa biganedir. Sevgidir, yalnız muhabbettir, hayatın cevheri bir gönül. Aşkı sövgün duymasa gamxanedir. Mən əsir eşqiyəm, az kalbimin öz yurdumun. Sevmeyen az kalbin öz yurdun divanedir. Ülkemizde neler var, başka bir alemde yük. Her çiçek bir nazenin, her konşa bir cananedir. Vahidem ben sevgilim, vahidem ben sevgilim, benden hayanet görmesen. Aşkımda göz kalbim kimiyim, şairem aşkımda göz kalbim kimi merdanedir. Aman aman aydan. Ana vətən nə gözəldir yerlər, çiçək açıb gözəlləşir düzlər. Ana vətən nə gözəl yerlər, biz oxşayır kərlaşıb çöllər. Əlva geyib açılıbdı güllərim. Açılıbdı güllerim, çiçeklerin sinan üstə geçektir. Lale dalda reyhan gözüne geçektir. Çiçeklerin sinan üstə geçektir. Lale dalda reyhan gözüne geçektir. Geçektir, geçektir, çiçeklerin sinen üstə qəşəngdir. Sən qəşəngsən ömrümüzdə qəşəngdir. Yar gərək yarın qeydinə, qala yalvara yalvara, hərdən incilmiş könlünü, ala yalvara yalvara. Yar gərək yarın qeydinə, qala yalvara yalvara, hərdən incilmiş könlünü, ala yalvara yalvara. Yar
düşmüşəm ya sənə. Ancaq məni heyrətlərə qərq edər. Ancaq məni heyrətlərə qərq edər. Nə ürəkdir, nə könüldür, həm ürəkdir, həm könüldür. Sən, 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 ay gülüm sən, 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 yar sən, sən. Yasemenler açanda, bülbül bana uçanda. Yasemenler açanda, bülbül bana uçanda. Oxuyanda nəğməni, Hatırlayarsan məni, oxuyanda nəğməni, hatırlayarsan məni. hatırlayarsan, hatırlayarsan, hatırlayarsan məni. Hatırlayarsan, hatırlayarsan, hatırlayarsan məni. Məndən uzaq gəzən gözəl, yaman könlümə düşmüsən. Ürəyimi üzən gözəl, yaman könlümə düşmüsən. Ürəyimi üzən gözəl, yaman könlümə düşmüsən. Dağlar rüzgar istəyən kimi ay gözəl, başlar istəyən kimi ay gözəl. Başlar istəyən kimi ay gözəl, yaman könlümə düşmüsən, düşmüsən. Dağlar istəyən kimi ay gözəl, başlar istəyən kimi ay gözəl. Başlar istəyən kimi ay gözəl, yaman könlümə düşmüsən, düşmüsən. Könlümə düşmüsən, yaman düşmüsən. Könlümə düşmüsən, yaman düşmüsən. Bilirsən sənə niyə küsmüşəm, heç bilirsən sənə niyə küsmüşəm. Baxmadın üzümə sizə gələndə, Baxmadın üzümə sizə gələndə. ona görə bu dostluğu kəsmişəm. Ona görə bu dostluğu kəsmişəm. Sən baxırsan üzbə-üzə gələndə, Sən baxırsan üzmə üzə gələndə. sən baxırsan üzbə-üzə gələndə, Sən baxırsan üzbə-üzə gələndə, sən baxırsan üzbə-üzə gələndə. nə danışdın? Baxırsan sənlə üzbə-üzə gələndə. Kəm baxırsan üzbə-üzə gələn